Salam aleyküm. Mən yeniyetmə 16 yaşlı qızım Nəsrullayeva Xədicə Eşən qızı üçün 8-dən 9-una aprel 2023-cü ildə təcili yardımla çağırış elədim. Qardaş və Ella da gəldi həkim. Mənim qızımın kardioqrammasını ölçdü. Baxdı ki, ürəyi tam sağlamdır. Soruşdum, ürəyi necədir? Deyir, sağlam. Ancaq nəbzi biraz tez döyünürdü. Dedim ki, biz onu çağırmışdıq ki, o mənim uşağımı aparsın qan köçürməyə, xəstəxanaya. Dedim, onda nasilka gətir də, aparaq uşağını xəstəxanaya. Dedi ki, məndə nasilka yoxdur, uşaq özü düşsün. Mən dedim ki, onun takikardiyası var, mən narahatam, mən onu belə düşürdə bilmərəm axı. Nasilka gətirin. O da dedi ki, mən onun nəbzini düzəldərəm, o özü düşər. Bununla özünə yol açdı ki, mənim qızıma dərmanlar versin. Təzyiqi aşağı idi. O qızımın təzyiqini ölçdü. Təzyiqi 100-ün 48-ə idi. Pulsunu ölçdü. Baxdı ki, 150 idi. Buna baxmayaraq keçdi, başladı o qızıma dərman çıxartdı ki, qızıma dərman vermək istədi. Atam soruşdu ki, nə dərman verirsən? Qızıma dərman verəndən əvvəl dedi ki, bura yazacağım, siqnal nəyə oxuyarsınız. Atam yenə də dedi ki, bəs mənə də deyində nə dərman verirsiniz? Mən də bilim. Dedi ki, bura yazaram, oxuyarsınız. Keçdi, qızıma bir dənə dərman verdi. Ağzında saxlatdırırdı o dərmanı. Bacıma dedi ki, bacım soruşdu, dedi ki, izaprildir. Sonra məni göndərdi su dalınca assistentim. Mən suyu gətirənə qədər bir dənə də dərman çıxartdı, uşaq həmin dərmanı qaytardı. Anaprilin, sonradan dedi ki, güya anaprilindir. Həmin o dərmanı qaytarandan sonra atam dedi ki, uşaq qaytardı, daha uşağa dərman vermə, dönə-dönə dedi. Buna baxmayaraq 2-3 dəqiqə keçmədən uşağa deməli, məni yenə də su dalınca göndərdilər. Mən su gətirənə qədər onun assistenti qışqırırdı ki, su harda qaldı? Mən də fikirləşdim ki, dərmanı uca mənsiz verib. Mənim bacım oradaydı, görürdü ki, assistenti ona deyirdi ki, ver, al, iç dərmanı. Ağzında saxlayırdı mən gələnə kimi dərmanı, suyu verən kimi uşağın gözü axdı, uşaq özündən getdi. Xanım, hansı xəstəxanada baş Bu xəstəxanada baş verməyib. Bunu mən evimizə çağırmışdıq, təcili yardımı evimizə çağırmışdıq. Harada, hansı şəhərdə? Xətai rayonunda. Övladınız neçə yaş olub? 16 yaşı, yeniyetmə idi. Nə xəstəliyinə yaşı, nə problemi vardı? Deməli, o 27 martda su çiçəyindən xəstələndi. 2 apreldə onun su çiçəyi yaraları tam sağalmışdı. Mənim şəkillərim var ki, onun 5 apreldə bütün yaraları tam olaraq sağalmışdı. Amma deməli 31 martda o aybaşı oldu. Aybaşı olduğuna görə o biraz qanı çox itirdi. Və ayın 5-də deməli günorta otaqdan hamam dəhlizinə gedərək o deməli yıxıldı və getdi hamama. Mən onun dalınca qaçdım. Hamamda dedi ki, ana başım gicəlləndi. O çünki aybaşı idi axı, bu dəfə qanı biraz çox itirdi. Dedi ki, ana stul gətir. Mən ona stul gətirənə kimi gördüm ki, başı gicəlləndi. Atamı, anamı çağırdım köməyə. Atam da dedi ki, uzandır uşağı ki, onun beyninə qan geçsin. Biz onu uzandırdıq və apardıq, onu yataqda uzandırdıq. Mən elədim, sahə həkimi ilə əlaqə saxladım. Bu ayın 5-də idi. 5 aprel mənim qızımın ən ağır günü idi. O mənə dedi ki, biz təcili yardıma zəng eləyək, qoy baxaq görək nə deyirlər. Mən də zəng elədim ayın 5-də ora. 15 dəqiqədən sonra Rəna xanım gəlmişdi bizim evə. Hansı rayonda yaşayırsınız? Xətai rayonunda. 15 dəqiqədən sonra mənim qızımın yazdığı qızımın vəziyyəti tam olaraq stabilləşmişdi. Deməli, mənim qızımı da heç nə ehtiyacı olmadı. Bizi infeksiyon xəstəxanasına aparmaq istədi. Lakin ancaq bizi infeksiyon xəstəxanasına aparmaq istədiyinə görə biz dedik ki, biz infeksiyon xəstəxanasına istəmirik, bizim problemimiz başqadır, bizə qan köçürmək lazımdır. Rəna xanım belə getdi. Sonra oldu ayın 7-si, ayın 7 apreldə mənim qızımın ancaq takikardiyası vardı. 150 vururdu nəbzi. Onun takikardiyası ilə mən yenə də əlaqə saxladım həkimlə, sahə həkimlə. Həkim dedi ki, bəs sahə həkimlə təcili yardımdan çağırın. Çağırış elədik. Təcili yardımdan xanım gələn kimi biz ayın 4-dən ayın 8-nə kimi qızıma hər gün sistemlər, bədənin möhkəmləndirilməsi üçün sistemlər vururduq. Yaxşılaşırdı. Çox yaxşılaşırdı. Ayın 7-sində Əsədova Nərmin gəldi.
Nərmin gəldi içimdən soruşdu ki, sən istəyirsənmi ki, uşağı xəstəxanaya aparaq? Mən dedim, bəli, istəyirəm. Çağırdı xəstəxanadan. Deməli, xəstəxanadan briqada çağırdı, 22 nömrəli briqada, reanimatoloji. Bizi istədilər, qızımı istədilər, aparsınlar uşaq qadın xəstəxanasına aparmaq istəyirdilər. Lakin baxdılar ki, uşağa sistemlər vurulub, uşaq yeməyini yeyib, qan aybaşısı dayanıb və bizə dedilər ki, ehtiyac yoxdur uşağı aparmağa. Çünki onun nəbzi də artıq düzəlmişdi. Onun təzyiqi 100-ün artıq 60-a idi. Hətta təcili yardımdan gedəndə bizim evimizdə onun artıq təzyiqi 100-ün 70-ə idi. 110-70-ə idi. Və beləliklə biz hətta 5 dənə setka hazırladıq ki, gedək xəstəxanaya. Amma bizi aparmadılar. Ayın 8 apreldə qızımda yenə də taxikardiya var idi. Biz yenə də mən zəng elədim, deməli, Xadicəyə, bizə xəstəxanadan dedilər ki, xəstəxanadan Nargiz Şamsadiyevskaya mənə dedi ki, bəs gətirin, Qardaşovanı çağır, kardioloji briqadadan çağırın Qardaşova briqadanı, təcili yardımdan. O gəlib bizim xəstəxanaya gətirəcək. Dedim ki, gətirəcək sizin xəstəxanaya. Dedi ki, hə. Biz də elə zəng elədik təcili yardıma 103-ə. Xanım, bu hadisə nə zaman baş verir? 8-dən 9-una aprel 2023-də. Bu apreldə olub. Biz zəng elədik, Qardaşova Eladanı çağırdıq. Atama da dedi ki, bəs çağır kardioloji briqadadan Qardaşova Eladanı. Əvvəl mən danışdım təcili yardımda, sonra atam danışdı təcili yardımda ki, bəs Qardaşova Eladanı bizə gəlsin. Çünki biz fikirləşirik ki, Qardaşova Elada gələn kimi bizim uşağı aparacaq həmin o xəstəxanaya, Tədris Cərrahiyyə Tibb Universitetinin klinikasına. Lakin Qardaşova gələn kimi qızımın kardioqrammasını çəkdi. Dedim, ürəyi necədir? Dedi, sağlam. Dedi ki, ancaq pulsu biraz tez dönür. Məndən gələndən ruçka istədi. Gələnlə ruçkada başladı kağızda çəkməyə. Dedi, baxın, deyir, sağlam ürək olanda, deyir, qulaqcıqdan gedir mədəçiliyə, fırlanır, sonra təzdən gedir qulaqcığa. Amma deyir, uşa, deyir, bloka düşəndə, deyir, mədəçiliyə gedir. Ancaq qulaqcıqdan, ancaq deyir, qulaqcığa gedir. Uca heç 10 dəqiqə keçmədən mənim uşağımı o bloka salmışdı, mənim uşağımı salmışdı komaya. Deməli, dərmanı ki, dedi ki, özü dediyinə ki, anaprelindir, onu qaytardı. Atam dedi ki, uşaq qaytardı, daha uşağa dərman vermə. Uşaq qaytardı, daha uşağa dərman vermə. Çünki bu tibdə qadağan olan bir şeydir. Amma atam deməli, o hamımız qadınlar olduğu üçün otaqdan çıxdı. Otaqdan çıxana kimi, deməli, mənim ki, uşağıma mənci su dalınca göndərdilər və dedi ki, harda qaldı su. Uşağın ağzına vermişdi, bacım oradaydı. Dedi ki, bəs tez iş. O dedi ki, su yoxdur axı. Amma mən suyu gətirən kimi, o suyu bir qurtuma ilə udan kimi uşaq özündən getdi. Uşaq özündən gedən kimi mən həkimə dedim ki, uşaq Xadicə getdi, neymədi düz uşağa. Yaxınlaşdı, başladı uşağını üzündən bərk vurmağa. Bacım Dövlət İmtahan Mərkəzində kliniki biokimiya üzrə ekspertdir. Dedi ki, uşağı tez çıxardaq koridora. Uşağı biz koridora çıxartdıq. Bacım dedi ki, nə verdin uşağa, nə verdin? Dedi ki, anaprelin. Bacım dedi ki, ona tez antidot lazımdır vermək, antidot vermək. Bacım dedi ki, hava balonu gətirin. Gördüm ki, Qardaşova narazıçılıq göstərməyə başladı. Mən dedim ki, heç bilirsən o kimdir? Dedim ki, siz həkimləri o hazırlayır. Deyirəm ki, o biokimiya kafedrasında doçentdir, o professordur. Ondan sonra o səsini kəsdi, başladılar onlar hava balonu gətirməyə. Bununla bağlı haralara müraciət eləmişsiniz? Hər yerə müraciət eləmişəm. Prezidentə kimi, hətta məktəbin sinifləri, tələbələri adından imzalatdırıb Mehriban Aliyevaya da göndərmişəm, İlham Aliyeva da. Hətta dünən və ondan qabaq insan alverinə qarşı deməli, mübarizə, orada hətta müraciət eləmişəm. Baş prokurorluğa, Xətai prokurorluğundan ümumiyyətlə imtina eləmişəm. Çünki mənim qızımın nəbzi döyünə, qoy mən bunu tamamlayayım bir dənə xanım. Deməli, mənim qızımı komaya salan kimi atam dedi ki, reanimasiya tədbirlərini çağır, amma o reanimasiyaya çağırmadı. 5-10 dəqiqədən sonra artıq bizim evimizdə polis prokurorluğu evdə idi. 34 nömrəli polis və Xətai rayon prokurorluğu bizim evimizdə idilər. Bacımın yadına düşdü ki, adrenalin vursa onu komadan çıxarda bilər. Bacım getdi, dedi ki, Qardaşova ki, səndə adrenalin varmı? Dedi, var. Dedi, vur. Amma o